Canlı yayımı izləyirsiniz, biz davam edirik. Bu saatdə qoşulan tamaşaçılarımız varsa bir daha sabahınız xeyirli olsun, gününüz uğurlu olsun deyirik. Yeni iş həftəniz də uğurlu olsun. Əlbəttə ki, iş həftəmiz artıq 2 gündür. Bir qədər sonra isə bayram günlərinə başlayırıq, start veririk. Hamıya xoş bayram keçirməyi arzu edirik. Bol ruzi, bərəkətli olsun süfrəniz də əlbəttə ki. Və istəyirəm bir daha vurğulayım, bugünkü bizim mövzumuz da 2025-ci il necə yadda qaldı? Odur ki, mesajlarınızı yazıb göndərin, sizin üçün necə yadda qaldısa, bizim üçün də maraqlıdır, əlbəttə oxuyacağıq. İndi isə davam edək digər xəbərlərimizlə. Bəli, istəyirəm sıradakı süjetə keçid alaq. Sitrus bağlarına yay aylarında quraqlıq ziyan vursa da, qış mövsümündə müşahidə olunan şaxtalı hava da təsərrüfatlar üçün ciddi risk yaradır. Bu səbəbdən bağ sahibləri ağacları növbəti mövsümə salamat çıxarmaq və məhsulu qorumaq üçün müxtəlif mühafizə tədbirləri görür. İri bağ sahibləri isə sığorta qiymətləndirilməsindən narazıdır. Onlar problemlərini əməkdaşımız Pərvanə Nəhmət qızına danışıb, gəlin birlikdə izləyək. Sitrus bitkiləri arasında limon və kinkan ağacları soyuğa daha həssas olduğundan, xüsusilə üzərində meyvə olduqda adətən noyabr ayının sonlarından etibarən örtülür. Şaxtaya nisbətən davamlı olan naringi ağaclarında isə yalnız cavan tinglər üçün mühafizə tədbirləri görülür. Lənkəranın Girdəni kəndində yerləşən ümumi sahəsi 62 hektar olan iri təsərrüfatlardan birində qışa hazırlıq işləri davam edir. Sahənin 41 hektarında limon, naringi, portağal və feyxoa ağacları yetişdirilir. Bu ağaclarda hamısı çiçəklər var. İndi burada biz istilik verə bilsəydik, yəni ən azında bu örtülü bir bağ olsaydı, yəni biz burada meyvəni 2 qat götürə bilərdik. Burada həm mandarin bağları üçün istəyirik bir yekə parniklər tikək, həm də bu limon bağları da istəyək ki, parnik altına salaq ki, bunları həm qışdan doldurmaqda, həm yaz yağışlardan biz bunları qoruya bilək. Sitrus ağacları üçün şaxtalar 3-4 dərəcə olduğu halda artıq polietilenlə bükmə, mühafizə kifayət eləmir. Ona görə də artıq digər metodlara ehtiyac yaranır. Bu da tüstülənmə vasitəsidir ki, saman, təzək, eyni zamanda da şinlər vasitəsilə həyata keçirilir ki, hava təbəqəsi tüstülənməklə qarşısı alınır və şaxtaların içəri daxil olmasına imkan olmur. Təsərrüfatda digər meyvə ağacları, gavalı, gilas və nektarin üçün də qış qulluq işləri aparılıb. Ağac gövdələri bakterial mənşəli zərərvericilərə qarşı dərmanlanıb. Lakin görülən tədbirlərə baxmayaraq, əlverişsiz hava şəraiti bəzən təsərrüfata ciddi ziyan vurur. Bu zaman bağ sahibləri dövlətin yaratdığı aqrar sığorta imkanlarından yararlanmağa çalışırlar. Ancaq bu ödənişlər hər zaman onları qane etmir. 25-ci ilin fevral ayının 6-sında intensiv yağışların yağması nəticəsində çayların daşmasıyla kanallar doldu, sahanı sel su bastı, ekspertlər gəldi, ekspertlər buradan müşahidə apardılar. Sel su basmanı təsdiqlədilər ki, bizdə bu sahalara sel su basmanın altında qalır. Sel su basmanı təsdiqləsələr də bizim sahanın 20%-ni ödəniş eləmirlər. Dondurmaydan vəbşi söhbət getmir. Biz 5 dəfə mən müraciət eləmişəm, ekspert gəlib. Yerli ekspertlər də olub, xarici ekspertlər də olub, gəlib təsdiq ediblər ki, sizə bu qədər ziyan dəyib. Amma sonradan bu müqavilənin şərtlərində görünür, onlar dəyişiklik ediblər. Ağacın yeri görürsən, tamam yoxa çıxıb. Burada indi belə palçıqdır. Su görmək qədər su olur. Bu ağaclar açı yanıb yukarı gedirdi. Burada çoxdur bu ağaclar. Suda ziyan görən ağaclar. Aprel ayında aparılan son baxış zamanı isə şaxtanın ağaclara vurduğu ziyan da qeydə alınıb. Burada şaxta vurub, donvurma var. Biz bunu kəsmişik. Burada artıq bu pöhrə yanıb. Təzdən bu pöhrə atıb. Bu illəri bu yazda bu lider budağı almışıq. Bu artıq əsnaflı ağacın özü, əsas ağacı özü kökdən yanıb. Görürsünüz mü? Kökdə çalaqdan yuxarı yanıb. Biz bunu kəsmişik. Bizim sahənin əksəriyyəti deyərdik ki, 90%, biz 50%. Sığorta şirkətdə bunu 50% götürür bizdən. Deyir ki, sizə bu ağac tam yanmayıb, ağac yenə də özünə gəlir, amma siz burada 3 il itirirsiniz. Amma indi gəlib ödənişlər donvurmanı vəbşi nəzərə alınır. Biz dəfələrlə Aqrar Sığorta Fondunda olmuşuq, onlara müraciət eləmişik, onların rəhbərliyini bu sahəyə dəvət eləmişik, onların sığorta şirkətin belə deyək də müdür müavini özü burada baxıb bunları, öz gözü ilə görüb bunları. Der ki, sizə bu donvurma ilə biz verə bilməyəcək, bizdə ancaq sel su basma ilə veririk.
Təsərrüfatdan o da bildirildi ki, onlara hələlik heç bir sığorta ödənişi həyata keçirilməyib. Bəli, sujeti izlədiniz. Demək olar ki, vaxtaşırı bu cür problemlərlə gündəmə gəlir fermerlər. Müəyyən dərəcədə onların maarifləndirilməsinə ehtiyac var. Əlbəttə, Aqrar Sığorta Fondu bunu vaxtaşırı olaraq eləyir, həyata keçirir əlbəttə ki. Amma yenə də müəyyən mənalı qaydaları bilməyən və yaxud da elə sığorta bağlayıb daha yəni məlumatlı olmayan fermerlər əlbəttə ki var. Odur ki, bu məsələləri biz də gündəmdə saxlamağa çalışırıq vaxtaşırı olaraq. Elə Aqrar Sığorta Fondu ilə telefon bağlantıları da edirik və istəyirik ki, insanları maarifləndirək, fermerləri maarifləndirək. Hansı sualları yaranırsa, əlbəttə ki, onlara aydınlıq gətirək. Elə bu məqsədlə də, elə bu sujetin ardı olaraq yenidən Aqrar Sığorta Fondu ilə telefon əlaqəsi yaratmışıq. Əli müəllim olacaq hal-hazırda telefon bağlantımızda. Əli Əhmədov, Aqrar Sığorta Fondunun rəsmisi. Salam, sabahınız xeyir olsun Əli müəllim. Buyurun, sizi eşidirik. Yəqin siz sujeti eşitdiniz və bizim üçün də maraqlıdır, eləcə də Lənkərandan bizə müraciət edən fermerlər üçün də maraqlıdır. Bu sığorta hadisələri baş versə də təyin olunan sığorta ödənişini almaqda çətinlik çəkdiyini deyir fermerlər. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi? Sabahınız xeyir olsun. Sizi və tamaşaçılarınızı salamlayıram. Çox sağ olun. Bu vacib məsələyə münasibət bildirdiyinizə görə, diqqət ayırdığınıza görə təşəkkür edirəm. Qısaca məlumat verim ki, Azərbaycanda dövlət dəstəyi ilə çox uğurla tətbiq olunan aqrar sığorta vasitəsilə 41 bitki sığortalamaq mümkündür. Bunların təqribən yarısı meyvələrdir və onların da bir hissəsi sitrus meyvələridir. Bura portağal, narinci, limon aiddir və hazırda indiyə qədər də bu bağlar üzrə aqrar sığorta olunan bağlar var və onlar üzrə baş verən zərərlərə görə ödənişlər də həyata keçirilib Aqrar Sığorta Fondu tərəfindən. Haqqında danışılan, indi bizim də dinlədiyimiz təsərrüfat nümayəndəsindən sözlərinə münasibət bildirərək onu demək istəyirəm ki, ümumilikdə bu bağ ənənəvi baza sığorta zərfi ilə sığortalanıbdır. Onun sığortalandığı müqavilə üzrə aqrar sığorta dolu, fırtına, qasırğa, sel su basma, üçüncü şəxsin hərəkətləri, normadan artıq qarın yağması, vəhşi heyvanların hücumu, digər təbii fəlakətlər, bax bu hallara görə sığortalanıbdır. İndiki bağın mövcud olan müqaviləsi bu riskləri əhatə edir. Bu sığorta zərfidir, ənənəvi baza sığorta zərfidir və kifayət qədər genişdir. Bu sığorta müqaviləsi bağlanandan sonra fevral ayında, 2025-ci ilin fevral ayında sahədə su basma hadisəsi baş veribdir. Təbii ki, Aqrar Sığorta Fonduna müraciət olunandan dərhal sonra ekspertlər həmin ərazidə olub, dəfələrlə olub, müxtəlif ekspertlər olub ki, tamamilə ziyanın məbləğini dəqiqləşdirsinlər. Orada bağ bir neçə hissədən ibarətdir və hər bir hissə üzrə ayrıca araşdırma aparıbdır, dəyən zərər hesablanıb, hadisənin səbəbləri, onun nəticələri hamısı təhlil olunubdur və müəyyən olunub ki, bu bağa sel su basma nəticəsində 255 min manat ziyan dəyib, təqribən 255 min ətrafında ziyan dəyibdir. Və bu məbləğdən də azad olma məbləği olaraq 10% çıxılır, təqribən 26 min manat. Nəticədə bağın sahiblərinə 229 min manat sel su basmadan zərər hesablanıb. Hazırda hesablanıb və Aqrar Sığorta Fondu o zərəri ödəməyə hazırdır. Məlumat üçün deyim ki, bu sığorta məbləğləri bağdakı tinklər üzrədir, tinklərə dəymiş ziyan üzrədir. Çünki su basma nəticəsində tinklər məhv olub. Aqrar Sığortada bu, necə deyərlər, zərəri qarşılamağa hazırdır. O ki, qaldı şaxta vurma riskindən. Bayaq mən sadaladım, baza sığorta zərfinə nələrə aiddir. Şaxta vurma riskini almaq üçün təsərrüfatlar ayrıca ödəniş edib, şaxta vurma riskindən də sığortalanmalıdırlar. Yəni, bu baza paketə daxil deyil. Nəyə görə? Çünki bəzi bölgələr var ki, orada şaxta vurma az olur. Demək olar ki, olmur. Və onlar olmayan hadisəyə görə, əgər o baza paketinə daxil edilsə, belə çıxır ki, fermer baş verməyəcək hadisəyə görə ödəniş edir. Ona görə də şaxta vurma riski, eləcə də leysan riski və doludan keyfiyyət itkisi kimi bir neçə risklər var ki, onu baza paketinə əlavə olaraq almaq lazımdır. Bu təsərrüfat bu riski almayıbdır. Ona görə də ümumilikdə bağa deməli, həm şaxta vurmadan da zərər dəyib, doğrudan da bağ sahibləri bildirir. Şaxta vurma nəticəsində 211 min manat, sel su basma nəticəsində isə 229 min manat zərər ödəmək mümkündür. Amma şaxta vurmadan sığortaları olmadığına görə bunlara yalnız 229 min manat sel su basmadan zərər ödənişi hesablanıb və Aqrar Sığorta Fondu bu ödənişi eləməyə hazırdır.
Aha, aydındır. Bəs fermerə hansı səbəbdən digər sığorta hadisələri üzrə ödənişə imtina edilib? Şaxta vurma riski ilə sığortalanmayıbdır. Təbii ki, Aqrar Sığorta Fondu bu riski də qarşılayır. Biz xatırlayırsınızsa təqribən bir ay bundan əvvəl noyabrın 26-sı, 27-sində biz Xaçmaz rayonunda 712 min manatlıq böyük ödəniş həyata keçirmişik məhz şaxta vurmaya görə. Cənub bölgəsində də biz şaxta vurma riskinə görə bitkilərə, sitrus meyvələri olan bağlara ödəniş həyata keçirmişik. Yəni bu Aqrar Sığorta Fondu üçün digər risklər kimi ənənəvi bir riskdir. Ödənişlər də həyata keçirilir. Yəni bu çox normal şeydir. Amma bu təsərrüfatın şaxta vurmadan sığortası olmayıbdır. Aha, aydın Əli müəllim. Bəs sonuncu sualımızı da ünvanlayın. Fermerlər belə hallarla qarşılaşmaması üçün nələrə diqqət etməlidirlər? Onlara tövsiyələriniz nələrdir? Bəzən bağ sahibləri, biz burada mən üzümü bağ sahiblərinə tutub demək istəyirəm, təsərrüfatın rəhbərlərinə tutub demək istəyirəm ki, onlar bəzən sığorta məsələsini özlərinin müxtəlif əməkdaşlarına həvalə edirlər ki, onların deməli tapşırırlar ki, onlar bu işlə məşğul olsunlar və bəzən həmin şəxslər sığortanın əsl əhəmiyyətindən məlumatsız olurlar. Sadəcə buna icbari bir hal kimi baxırlar. Xeyr, əslində sığorta çox vacibdir və bağın qorunması üçün ən yaxşı üsuldur. Bundan başqa üsul demək olar ki, mövcud deyil. Neçə dəfə olub, müxtəlif hallarda olub ki, bağın sahibi, sahibkar öz hansısa əməkdaşına tapşırıbdır bu sığorta ilə məşğul olmağı və onlar da necə deyərlər, sahibkarın vəsaitinə qənaət etmək üçün, daha az ödəniş etmək üçün fikirləşiblər ki, bununla qənaət etmək olar və elə riskləri seçiblər ki, sabahların onların ödənişi az olsun. Məsələn, bax, bu bağın özündə şaxta vurma riski olsaydı, sığortalansaydılar, böyük məmnuniyyətlə Dövlət Aqrar Sığorta Fondunun xətti ilə fermerlərə böyük dəstək verir. Onların ödənişi çox asanlıqla edilərdi və burada heç bir problem də yoxdur. Bundan da qat-qat artıq məbləğləri Aqrar Sığorta Fondu meyvə bağlarını ödəyib. Amma onlar hansısa formada əhəmiyyətini çox da anlamadan olduqca kiçik ödənişlər etmək üçün, yəni kiçik sığorta haqqı ödəmək üçün belə bu formada sığortalılar nəticədə də onlar şaxta vurma hadisəsi olanda ödəniş ala bilmirlər. Biz buradan fermerlərə tövsiyə edirik. Sığortalayanda ölçün, biçin, çox sayılı suallar verir Aqrar Sığorta Fonduna. Hər şeyi soruşun, dəfələrlə soruşun. Sığorta haqqı ödəyərkən bunu nəyə görə ödədiyinizi və bu sığortanın sizi hansı hallardan qoruduğunu dəqiq müəyyən edin və bundan da yaxşı faydalanın. Sizə də təşəkkür edirəm bu vacib məsələyə, çox vacib vaxtı reaksiya verdiyinizə görə. Çünki hazırda meyvə bağlarının sığortalanması dövrüdür və sahibkarlar öz bağlarını yanvar, fevral aylarındakı güclü şaxtalardan qorumaq üçün məhz indi sığorta etməlidirlər. Aha, çox sağ olun Əli müəllim. Təşəkkür edirik. Bir daha xatırladım, bizimlə telefon bağlantısında Əli Əhmədov idi, Aqrar Sığorta Fondunun rəsmisi və fermerlərə çağırış da etdi. Odur ki, ümid edirəm ki, fermerlər bütün bunları diqqətə alarlar.